Yəni bu günləri insanlar fikirləşirlər ki, iş qurum, pul qazanım. Sən pul qazanacaqsan, ola bilər də indi pul qazandın. Nə qədər insanı pul neyniyib? Yoldan çıxardıb, düzdürmü? Görməyib, deyir, pul görməyib, birdən görür, bu belədir. Onda biraz müğayət olun. Allah Teala uzunuzu verəcək, o pul qazanacaqsınız. Ancaq adam olaraq adam qalın. Pulu deyil, pul qazananda adam kimi olmaq ən çətinidir. Ona görə çalışın ki, və ətrafınızın qədrini bilin. Pul qazanırsınız, nəsə əldə edirsiniz, düzdürmü? Ailəmizə vaxt ayıracaqsınız. Çünki ailə ən vacib, işdən, hər şeydən vacib ailədir. İnsan ailəsinin qədrini bilmirsə, heç vaxt dostunun, iş yoldaşının qədrini bilməz. Onu yadda saxlayın. Valideynin qədrini bilmirsə, heç vaxt onların qədrini bilməz. Hər bir insanla münasibət quranda, dostluq eləyəndə bir sən ona bax, o valideyninə qarşı necədir? Valideyninə qarşı yaxşıdırsa, ondan narahat olma. Deməli, sənə qarşı yaxşı olacaq. Mən çalışırdım həmişə